Bugün Azərbaycan Respublikasının şəhid milli qəhrəmanı Akif Əkbərovun mövzududur. Yəni anadan olduğu gündür. Akif Əkbərov 1952-ci ildə 2 fevralda Cəbrayıl rayonunda anadan olmuşdu. Orta məktəbi bitirən qəhrəmanımız hərbi xidmətə yollamışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə polis orqanlarında çalışmışdı. 90-cı illər 1-ci Qarabağ müharibəsi, təbii ki, qanlı faciələr yadda qalan bir dövr olsa da, Azərbaycan oğlanlarının qəhrəmanlıq göstərdiyi bir dövrə təsadüf edir. Əkbərov Akif də bir polis əməkdaşı kimi öndə döyüşürdü. Məhz torpaqlarımızı işğaldan azad etmək və qorumaq uğrunda gedən döyüşlərdə qəhrəmanımız böyük bir qəhrəmanlıqlar göstərmişdi. Məhz düşmənin kabusuna çevrilən Akifin başına küllü miqdarda pul vəsaitdə qoyulmuşdu. Lakin 1991-ci il 5 avqustda qızğın gedən döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid olmuşdu. Məhz qəhrəmanımızın qəhrəmanlığını nəzərə alaraq ölkə başçısı Əkbərov Akifi milli qəhrəman adı ilə tərtib etmişdi. Biz də Azərbaycan Respublikasının milli qəhrəmanlar Tanışma İctimai Birliyi Nizam rayon nümayəndələri olaraq, vətən qəhrəmanları cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Gəlin qəhrəmanlarımızı unutmayaq. Onların qəhrəmanlarını gələcək nəsillərə üzrə, gələcək nəsillər məhz Akif kimi qəhrəmanların qəhrəmanlıqla böyüməlidir. Allah rəhmət etsin.